Bugün Azərbaycanın şəhid milli qəhrəmanı Aslanov Şişarın mövlududur. Yəni anadan olduğu gündür. Aslanov Şişar 1970-ci ildə onu iyunda Cəbrayıl rayonunda anadan olmuşdu. O orta məktəb bitirdikdən sonra hərbi xidmətə yollamışdı. Hərbi xidmətdən qayıtdıktan sonra Cəbrayıl rayonunda polis orqanlarında çalışmışdı. Birinci Qarabağ müharibəsi qanlı faciələr yadda qalan bir dövr olsa da Azərbaycanın qeyrətli mərd qızlarının döyüşlərə atıldığı bir dövrət. Təbii ki, önündə döyüşən polis idi. Şişar da bir polis əməkdaşı kimi torpaqlarımızı işğaldan azad olunması və qorunması uğrunda döyüşlərə atıldı. Bir çox uğur əməliyyatlarda iştirak edən Şişar müəyyən vaxtdan sonra düşmənin kabusuna çevrilmişdi. 1992-ci il 2 iyulda Şişarın son döyüş oldu. Biz də Milli Qəhrəmanlar Təşkilatı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı veririk. İnşallah haqq dünyasında qəhrəmanlarımızla görüşmək Allah bizə nəsib edər. Allah rəhmət etsin. Gəlin qəhrəmanlarımızı unutmayaq. Onların qəhrəmanlıqlarını gələcək nəsillərə çatdıraq. Milli qəhrəmanlarımızın yolunu gedən Vətən müharibəsi qəhrəmanlarımız bugün Azərbaycan adını dünya hərb tarixində qızıl hərflərlə yazdırdı. Allah rəhmət etsin.